Yaxın Şərqdə artıq bir aydır davam edən gərginlik fonunda müsbət siqnalların verildiyi müşahidə olunur. Xüsusilə okeanın o tayından Vaşinqtondan səsləndirilən mesajlar vəziyyətin yumşaldılmasına yönəlib. Məlumata görə aprelin 6-sında tərəflər arasında müəyyən razılaşma əldə oluna bilər. Bu barədə Ağ Evin mətbuat katibi Caroline Levitt açıqlama verib. O, ABŞ prezidenti Donald Trump'ın bir neçə gün əvvəl Truth Social platformasında etdiyi paylaşımı xatırladaraq bildirib ki, Trump Tehranın enerji infrastrukturuna mümkün zərbələrin dayandırılması üçün 10 günlük möhlət verib. Həmin müddətin məhz aprelin 6-sında başa çatdığı qeyd olunur. Bilirəm ki, prezident cəmi bir həftə sonra 6 aprel tarixini təyin edib. Vaxt getdikcə azalır. Cəmi bir neçə gün qalıb. Bu 10 günlük müddət başa çatdıqdan sonra nə baş verəcəyini görəcəyik. Bu açıqlamalar fonunda ekspertlər hesab edirlər ki, verilən mesajlar yalnız beynəlxalq ictimaiyyətə deyil, həm də ABŞ-nin müttəfiqlərini və daxili auditoriyasına hesablanıb. Trump dünyaya mesaj verir ki, mən sona qədər gözlədim. Hətta bir dəfə 48 saatlıq vaxt verdim, sonra 5 günlük vaxt verdim, ondan sonra 10 günlük aprelin 6-sına qədər vaxt verdim. Amma İran hakimiyyəti bununla razılaşmadığına görə baş verə biləcək şeylərin hamısının məsuliyyəti bundan sonra İran üzərindədir. Amerikanın İsrail dövləti qarşısında öz müttəfiqlik borcunu sona qədər yerinə yetirdiyini bir nümayiş kimi qəbul oluna bilər və nəhayət bu Amerika dövləti üçün ölkənin daxilinə, ictimaiyyətə ünvanlanmış bir mesajdır. Bununla yanaşı prosesdə bir sıra ziddiyyətli məqamlar da diqqət çəkir. Belə ki, ABŞ daha əvvəl İrana 15 bəndlik plan təqdim edərək cavab gözləyirdi. Lakin Tehran bu təşəbbüsü dəstəkləməyərək danışıqlara müsbət yanaşmadığını bildirmişdi. Eyni zamanda diplomatik siqnalların verildiyi bir dövrdə ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğunu artırdığı bildirilir. İddialara görə bölgədəki Amerika qüvvələrinin sayı artıq 50 mini ötüb. Bundan əlavə, Vaşinqtonun müxtəlif hərbi ssenariləri, o cümlədən saflaşdırılan uranın ələ keçirilməsi və strateji əhəmiyyətə malik Karq adasına mümkün əməliyyat variantlarını müzakirə etdiyi qeyd olunur. Bütün bu paralel proseslərə baxmayaraq, Donald Trump danışıqlarda müəyyən irəliləyişlərin əldə olunduğunu vurğulayır. İran tərəfi isə bu iddiaları təkzib edərək Vaşinqtonla birbaşa danışıqlar aparılmadığını bildirir. Bu fonda İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai son açıqlamasında qeyd edib ki, ölkəsi danışıqlar təklifi alıb, lakin ABŞ ilə birbaşa təmas mövcud deyil. Belə bir mürəkkəb mənzərədə aprelin 6-sında mümkün razılaşmanın necə baş tuta biləcəyi isə sual olaraq qalır. Amerika Birləşmiş Ştatları prezidentinin İrana aprelin 6-sına qədər verdiyi zaman əslində şərti zamandır. Bu müharibənin dayanması üçün verilən zaman deyil. Bu İran deməli hərbi və dini rəhbərliyinin düşünməsi üçün verilən bir zamandır. Müharibənin qısa müddətdə bitməsi əslində mümkün deyil. O anlamda ki, Amerika Birləşmiş Ştatlarının müharibə öncəsi nəzərdə tutduğu prinsiplər var idi ki, o prinsiplərin heç birinə demək olar ki, İran tərəfi əməl etməyib. Yaxın Şərqdə artan gərginlik fonunda diplomatik mesajlar intensivləşsə də, tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır. Verilən möhlət və səsləndirilən açıqlamalar daha çox siyasi təzyiq aləti kimi qiymətləndirilir. Mövcud reallıq isə onu göstərir ki, həm hərbi hazırlıqların davam etməsi, həm də qarşılıqlı etimadsızlıq yaxın perspektivdə sürətli razılaşma ehtimalını zəiflədir. Bu baxımdan aprelin 6-sı daha çox tərəflərin növbəti addımlarını müəyyən edəcəyi kritik tarix kimi dəyərləndirilir. Nəticə etibarilə prosesin hansı istiqamətdə inkişaf edəcəyi hələ də qeyri-müəyyən olaraq qalır.